İkinci Qarabağ müharibəsinin davamı olaraq 2023-cü il sentyabrın 19-20-sində Azərbaycan ordusunun apardığı 23 saatlıq lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. Bu qələbəni bizə yaşadan qəhrəman hərbiçilərimizdən biri də Şıxəliyev Ceyhun Oqtayovludur. O 1994-cü ilin oktyabr ayının 10-da Xaçmaz şəhərində dünyaya gəlib. Ceyhun Şıxəliyev 2001-2011-ci illərdə Xaçmaz şəhər bir sayılı orta məktəbdə təhsil alıb. Torpaqlarımızın işğal altında olması ilə barışmayan Ceyhun Şıxəliyev hərbi xidmətini bitirdikdən sonra Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçusu kimi işə başlayıb. O, 44 günlük vətən müharibəsində iştirak etmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmişdir. O, Füzuli, Suqovuşanın azadlığı uğrunda gedən şiddətli döyüşlərdə böyük qəhrəmanlıq göstərmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən Füzulinin, Suqovuşanın, Ağdamın azad olunmasına görə medalları ilə təltif edilmişdir. O, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ceyhun Şıxəliyev Xaçmaz rayonu Qobuqırağı kənd qəbirstanlığında dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra Vətən uğrunda medalı və 3-cü dərəcəli Vətənə xidmət ordeni ilə təltif edilmişdir.